Aha, deməli bugün nə edirik? Deməli bugün kateqoriyanın servisini yazacağıq. Servisini bir də kradını yazacağıq. Aha, gələk buradan başlayaq. Yazaq bir dənə nə? Bir dənə daha doğrusu qovluq yaradaq. Qovluğumuzun adı olsun kateqori servis. Kateqori servis. Kateqori servis. İçində yenə həmişə kimi interfeysimiz, bir də klassımız olacaq. Gələk birinci interfeys yaradaq. Interfeysi bizə kateqoride istifadə edəcəyimiz metodlar yazacağıq. İnterfeysimizin adı olsun I category service. I category service. Bir dakika. Abra bahadır da. Cedobiya. Oldu. Abra bahadır diyorum. Cedobiya. Aha. Deməli, I category service yaratdı. Bu da public eləyək. Biz interfeysləri niyə yaradırdıq? Interfeyslər bizim həmin klassın istifadə edəcəyi metodlardır. Yəni müqavilə kimi fikirləşin. Bunu ucu 50 dəfə demişəm. Məncə ucu yadda qalmalıdır. Yazaq bura bir dənə I enumerable. Bir dəqiqə mən detaillar yaratmamış şeylər yaradıram. Üzr istəyirəm. Hə, deməli yenə bir yerin içində, bir yerin içində. Detaillar nədir? Detail odur ki, yadınıza gəlirsə MVC-də biz V-model yazırdıq və həmin V-modellərdə print V-model, update V-model falan yazırdıq. Həmin V-modellərdə gedib kontrolların içində istifadə eləyirdik CRUD yazanda. Burada da eyni şəkildə gəlib bura yazıram, belə bir şey yazıram. Burada adı V-model deyil, detaildir. Yazaq details. Burada bizim qovluğun içində detaillarımız olacaq. Bir dənə qovluq yaradaq. İçinə yazaq kateqori detail. Kateqori detail. Yine bu kategorinin print details'u, get details ve update details olmalıdır. Birinci yazı klasımızı yaratar. Yazar kategori print detail. Kategori update detail. Bir de kategori get detail. Bu da yaratar. Kategori get detail. Aha. Print'ten başlayaq. Bu public eləyək. Ümumiyyətlə gərək bir dənə baxaq görüm bizim kategori entity'lərdə nə var idi? Kategori entity'mizin içində. Kategori entity'mizin sadəcə ad var. Bu biz kategori yaradığında product yaratmırıq da. Sadəcə ad yaradırıq. Sonra product yaradanda oradan kategori ID'sinə uyğun kategori name'i çıxacaq. Yəni get detail'da da bizə sadəcə kateqoriyanın adı lazımdır ki, kateqoriya ekranda görsənsin hansı kateqoriyalar var. Yazaq bura bir dəqiqə. Kateqoriya bir dənə burada ID də verək. Belə eləyək. ID niyə verirəm? Onu da izah eləyəcəm. İndi şeyə keçəndə göstərəcəm niyə verirəm ID. Bu da yenə də eyni şəkildə name. Всё. Detaillar yaratdıq. İndi bir dənə mapper da yaradaq. Mapper da yaradaq, sonra keçək servisə. Detailını yaratdıq. Gələk bir dənə qovluq yaradaq. Adını qoyaq Profiles. Aha, Profiles. İndi bir şey yükləmək lazımdır bura. Gəlin bu tools'a basım. Package Manager asım. Solution atım. Aha. Auto Mapper yazırıq. Auto Mapper. Mapper. Bunun iki dənə format yüklüyük. Biri bunu yüklüyük. Bu hara girdi? Bir bunu yüklüyük. Bütün proyektlərə yüklənsin. Sonuncu versiyası 16. Accept. Bir də bunu yükləməliyik. Mhm. Deprecate olub. Deprecate olmaq o deməkdir ki, yəni bunun 12.0.1 versiyası istifadə olunmur. Bu versiyaları yükləməyin. O versiyanın nəsə problemi var, o versiyaları istifadə eləmirlər. Keçin ondan bir əvvəlki və yaxud da bir sonraki versiyanı yükləyin. Altı mapper'ı yüklədik, bunu da yükləyək. Aha, yükləndi.
Çıx buradan. Bu bize artıq lazım deyil. Profil qovluğun içinə gəlim. Profil qovluğun içində nə yaradıram? Bir dənə də qovluq yaradıram. Adını qoyuram kateqori. Ya da yazıb belə yazaq da cat profile. Cat profile. Gəlin bunun içində bir dənə də belə bir şey edeyim. Class yaradım. Adını yazaq kateqori pro. Adlandırma biraz qəribə oldu. Amma nəysə. Public. Bu da. Profile'dan miras alır. Profile'da elə bil ki, automapper'dan gələn bir şeydir. Sonra gəlib bunun konstruktoru yaradırıq. Bunun konstruktoru yaradırıq. Konstruktorun içində də yazırıq create map və mən burada detail yaratdım. Kateqori create detail. Mapper bizə çevirməyə kömək eləyir də. Kateqori create detail'ını kateqoriya çevirirəm. Kateqori klassını çevirirəm. Hanı kateqori klassını çevirdim. Yəni mən gedib bu kateqori create detail'ını harda istifadə eləsəm, bu AutoMapper sayəsində avtomatik olaraq gedir SQL-ə kateqori formasına düşür. Çünki mən burada kateqori create detail'ını kateqoriya çevirmişəm. Yazıram create map yenə. Bu sefer özü avtomatik verib kateqori update detail'ını da kateqoriya çevirsin. Amma burada indi bir əmma var. Get onsuz da yaratmaq və post metodu olmadığına görə bu SQL-dən gələn şeylər olmalıdır. Ona görə də burada kateqorini kateqori get detail çeviririk. Mən SQL-dən gələn şeyi detail çevirirəm və göndərirəm kontrollerima. Kontrollerdə çıxardır mən bu ekranda ki, sənin SQL-də hansı kateqorilər var. Bu hazır. Aha, keçək indi kateqori servisə. Açaq bunu. Ay kateqori servis. Başqa metodlarımızı yazmağa. Birincisi. Yazaq get detail metodunu. Get detail nədir? Get metodunu. Yazaq ki, bura task enumerable yazıram. Enumerable şeydir də list kimi fikirləşin. Collection kimi fikirləşin. Eyni şey. Kateqori nə idi bunun adı? Kateqori get detail. Aha. Kateqori get detail. Bura eləyək get async eləyək. Get async. Firmware-də bağlayaq. Sonra task get by id async var. Get by id async də yazaq. Kateqori yenə eyni şəkildə get detail. Bir dənə mötərizə get by id async. Int id. ID-yə görə. Sonra nə var? Create var. Task yazaq şey. Create async. Create async. Bu da. Kateqori create detail. Kateqori create detail. Bir dənə də yanına yazırıq detail. Necə ki, məsələn, kateqori view model yazıb yanına bazı şey yazmırdı, VM yazmırdıq. Bu da eyni şəkildədir. Elə bil ki, klassın obyekt kimi yaradırıq, obyektin də adı yazırıq. Başa düşdünüz? Sərfin view model yazırım orada. Özü verdi. Bir də qalır delete. Task delete yazaq bura task. Delete. Bu da int id. Bunlar da hazır. İndi keçək kateqori servisi içində bir dənə kateqori klassımızı da yaradaq. Kateqori servis klassını daha doğrusu. Ya da kateqori servis kateqori servis public plus kateqori servis. Bir dəqiqə üzülür sonra. Aha, kateqori servisimizi yaratdıq. Kateqori servisimin yazdığımız həmən o interfeysi implement etməlidir. Yazaq bura. Mötərizə açaq bağlayaq. Ay, niyə belə? Burada mötərizə açaq. Niyə belə oldu, hə? Mötərizə açaq bağlayaq. Gəlib buradan ay kateqorinin servis implement edək. Deyək ki, implement interface. Sonra nə edirik? Gəlin burada. Keçən dəfə izah eləmişdim ki sizə. Bizim yazdığımız servislər SQL-ə yox, repository-yə müraciət eləyir. Ona görə mən gəlib burada deyirəm ki, I category repository. I category repository altdan xətt repo.
Vergül IMapper IMapper altdan xətt mapper. Aha. İndi biz kategori servis adına bir interfeys yaratdıq. Orada metodlarımızı yazdıq. Metodlarımızı isə getdi nəyə isnad elədi? Yaratdığımız detallara. Yaratdığımız detalları da automapper vasitəsilə çevirmələdik və həmən automapper'da burada gəlib istifadə eləməliyik. İstifadə eləyirik. Aha, başlayaq buradan. Elə kritikdən başlayaq. Elə kritikdə birincidir. Yazaq ki, adi eyni şeylərdə process mapper'dan istifadə edəcəyik. Var data. Bir dəqiqə bunu async eləyim. Bunu async eləyək. Async. Var data e, bərabərdir altdan xətt mapper nöqtə map e, kateqori bunu bir dənə belə eləyək. Şimdi kateqori yazaq. Bir dəqiqə kateqori klasımızı yazaq. Sonra da mötərizə içində detailimizi yazaq. Всё, yazdıq. İndi bunu elədik. Bundan sonra nə etməliyik? Baxın bu bizi nə deyir bizə? Bu bizə bunu deyir ki, sən gəldin. Bu datanı nəyə bərabər elədim mən? Bir dənə var data yaratdım. Var datanı da DTO'nu kateqoriyə çevirdim. Bunu istifadə etməliyik. Müəllim, Ha, buyurun. müəllim mən 2 dəqiqə qaçsam olar. Olar Siz gözləyək. davam edin, mən rekorda baxacağam. Gözləyək də burada önəmli şeylər var. Sonra şey olmayacaq. Bir dənə reset eləyirəm. Aha. Deməli nə dedik? Dedik ki, biz burada gəldik, maplədik bunu. Yəni biz DTO'nu, kateqori create DTO'nu kateqoriyə çevirdik. Sonra nə yazırıq? Yazırıq await. Bayaq izah etdiyim kimi SQL-ə getmirik promote. Çünki biz onsuz da repositorydə bütün metodları yazmışıq. Yazıram altdan xətt repo, promote gəlir. Addressing data. Data ədələdir. Всё. Burada mən ehtiyacım yoxdur ki, yazım nə bilim DTO.name nə bilim belə şeylərə ehtiyac yoxdur. Sonra da həmişə olduğu kimi yenə də şey eləyirəm, SQL-i yaddan saxlayıram, amma SQL-ə getmirəm, yenə heç bir şəkildə repomdakı save as metodu istifadə edirəm. Bu qədər. Bu qədər sadə. Sonra nədir? Create yazdıq, indi delete-ə keçək. Delete bizdən nə tələb edir? ID tələb edir. Burada heç çevirməyə ehtiyac belə yox. Gəlirəm burada yazıram ki, bu da async eləyək hətta. Bunu da async eləyək. Gəlirəm burada bir dənə yazıram ki, await altdan xətt repo delete burada bizim delete'imiz olmalıdır. Hə, delete mötərizə ID bir dəqiqə bu repoda delete async var idi. Hə, bir dəqiqə belə eləyəm. Delete async yoxdur deyə bunu silim. Gəlim buraya yazım ki, altdan xətt repo nöqtə delete içində ID belə geriyə heç nə qaytarmasın. Ay, bu belə olmamalı idi. Biz səhv eləmişik. Onu düzəltməliyəm. Bir dəqiqə onu düzəldim mən. Tez düzəldim. Bunu saxlayaq burada hələ ki. Gəlim repositoryaya. Generic repository. Haradaydı bu? iGeneric repository. iGeneric repository içində bir dənə belə bir şey yazaq. Yazaq ki, task delete async. Belə yazırdıq görsən. Bir dəqiqə. Belə olmalı da. Sonra iGeneric repository yazdım. Generic repository açaq. Bunu bir dənə implement edeyim. Implement interface. Hara düşdü bu? Bunu bir dənə belə eləyək. Async eləyək. Async eləyək. Gəlim buradan deyim ki, deyək ki, table nöqtə. Bunu necə yazırdım mən? Bir dəqiqə ona baxacağam. Gözləyim də. O yadımdan çıxıb üzr istəyirəm. Bir dəqiqə səbirli olun.
Hə, table. Mən niyə bu yaddan çıxardıram axı? Long expression. Bərabərdirsə bizim burada bir dənə şey eləməliyim mən. Bunu to entity yox. Bura mən int id yazmalıyım. Int id. Sonra gəlib generate. Ne oldu be qardaş? Hamı zəncəliyə durur mən. Bunu da silim buradan. Int id eləyim. Bizim bu id'miz əgər bu id'yə bərabərdirsə, bunu execute delete etsin qədər. Yazım ki bura execute delete etsin. Sil bunu. Şu. Bunu yazdıq. İndi gəlin burada bu kateqori servis yazdıq. Gəlin bunu belə eləyim. Async eləyim. Yazın bura await altdan xətrə bu delete async id. Şu. Bu yazdıq. İndi bundan sonra nə qalır? Delete'dən sonra get async qalır. Aha. Get async necə olur indi burada? Gəlin bunu da yazaq. Bu necə işləyəcək? Gəlib burada deyirəm ki, yenə var. Datas belə eləyək də. Cəm olsun da hər şey cəm eləyirəm. Yazıram bura altdan xətt report get all. Metodumu gətir, get all metodunu gətir. Sonra yazıram ki, belə eləyək, var, deyil, o yeri yaxşı olmadı, belə eləyək, var, ts, belə eləyək, var, ts bərabərdir, altdan xətt mapper, nöqtə, map, enumerable, sonra kateqori get detail, kateqori get detail, sonra bunu elə, mötərizə də yaz bura datas. Şey. Sonra da geriyə şey qaytar. Entity-ni qaytar. Return entity. Şey. Bu da hazır. Ki hazır deyirəm. Burada nəsə problem çıxdı. Baxaq görək niyə görə bu async eləməli idi mənə. Ona görə async olanda geriyə nəsə qaytarır. Aha, get by id də yazaq. Get by id necə işləyir? Get by id bizə onu verir ki, mən hər hansı bir id görə yenə axtarış edirəm. Onsuz bizim repomuzda o metod var. Gəlib bura yazıram ki, yenə eyni şəkildədir. Var entity. Get by id biz nə deməkdir? Yəni bir dənə id-yə görə gətirəcək nə etmək? Yazıram var entity bərabərdir. Await. Altdan xətt repo. Sonra yazaq bura nöqtə qoyaq. Get by id yazsın. ID-ni gətirsin bizə. Sonra düşə aşağı yazaq ki, var data. Yenə də mapper çevirməsi eləyəcəyik. Altdan xətt mapper. Nöqtə map. Yenə enumerable. Yox. Burada enumerable ehtiyac yoxdur. Yazıram burada kateqori get data. Entity return data. Şey. Bir dənə update qaldı. Update bunlardan biraz fərqlidir. Update bu arada bir dənə səhv eləmişəm, onu düzəldim. Update niyə görə bunlardan fərqlidir, onu izah. Bir dəqiqə bu haradaydı? High category service update data. Bir də burada int id saxlayırıq. Int id. Sonra gəlin burada da bu category service'də də bunu yazın int id bura. Update niyə bunlardan fərqlidir? Sizin bilməm yazdıda qaldı yoxsa yox. Amma biz repository'də heç bir update metodu yazmamışıq. Çünki update'i biz getById async metodundan istifadə edib yazacağıq. Bu nə deməkdir? Məsələn, mən girib hər hansı bir MVC-də hər hansı bir şeyi update eləmək istəyəndə yazıda gəlirsə şey eləyirdim. O səhifə açılırdı bizə. Nəyin üstünə klikləyirdim. Mən qabağıma orada şey çıxırdı. ID-ni verdi. Bir də bizim update metodumuzu işlətdi. Mən gəlib burada. Həmən bu kateqorini tapmaq üçün, bir dənə kateqorini tapmaq üçün get by ID async metodundan istifadə edirəm. Sonra da onu update edirəm. Update eləməkdə bərabərləşdirməkdə. Burada o mapper'ı
istifadə eləmirik. Əslində o da istifadə eləmək olur, amma biraz qarışıq söhbət var. İndi ona girişməyəcəm. Amma gələn dəfələrdə o birisləri mapperlə yazarıq. Yazaq ki, bura altdan xətt repo get by id async içində bir dənə id-sini də saxlasın. İçində id-sini də saxlasın. Yazaq data nöqtə name bərabər dto nöqtə name-ə. Sonra da await altdan xətt repo nöqtə save async. Всё, bu qədər sadə. İndi prosto mən bir şey eləmədim elə bil ki, bunu eləmədim, yoxsa elədim mən bu. Delete async hə, burada save async eləməmişəm. Bunu da yazaq. Delete yaz, delete. Всё, hazırdır bu. Bizim servisimiz hazırdır. İndi keçirik əsas məsələyə. Əsas məsələ deyəndə axırıncı hissəsi nədir burada? Axırıncı hissəsi odur ki, biz neynirik? Controller qurmalıyıq. Controller quranda da bizim yazdığımız hər hansı bir kontrollerimiz gəlir bu kateqori servisimizə müraciət eləyir. Gəlib burada yaradıram ki, add controller MVC yox. O API ilə API controller empty adını qoyaq kateqori kateqori aha, public class kateqori controller base'dən miras alır. Aha, indi burada hər yazdığımız metod üçün bir header olmalıdır. Header nədir? Yazda gəlirsə yazmışdıq keçən dəfə bəzi şeylər. HTTP get yazanda HTTP get. Bu header görürsünüzsə bu deməli get metodudur. Yazıram bura public async task iAction result. Всё, get. Всё, bu skopu açıb bağlayıram. Yazıram ki return ok mötərizə içində bir dəqiqə burada adını bildirmək olmalıdır. Adını da bir dənə bura gəlib yazıram ki I category service altdan xətt servis. Return ok mötərizə içində yazıram ki altdan xətt servis bir dəqiqə altdan xətt servis nöqtə bizim metodun adı nə idi? Get async. Get async. Всё. İndi burada belə eləyək, bunu await eləyək. Belə eləyək. Всё. Get metodumuz hazır. İndi post metoduna keçirik. Post metodu da yaratmaq metodudur. Gəlib yazıram ki burada public async task bir dəqiqə task bir dəqiqə iAction result yazırıq post bir dəqiqə post buraya yazaq kateqori create deto yəni adlandırma. Çünki obyekt kimi çağırırıq biz onu. Gəlib burada deyirəm scope aç, bağla. Yazıram heç nə, await altdan xətt servis add async, yox add async yox, create async deto bir də heç nə return. Postu yazdıq, indi qaldı put. Putdakı şeydir, update deməkdir. Yazıram http put. Yazdım bunu. Gəlib yazdım public async task iAction result put yazaq. Sonra gələk burada da yazaq ki kateqori update kateqori update DTO da götürəcək. Bir də ki int id. Sonra gəlib bunun da skopu açıram. Yazdım ki await altdan xətt servis update async deto bir də id всё return ok bir də delete qaldı. Gəlib yazıram yenə header özü verdilər delete HTTP delete metodumu yazıram public async yenə task iAction result
Adını da qoyaq bundan delete. Int ID götürəcək. Header'da. Body'sində daha doğrusu. Header'da delete. Yazıram await. Altdan xətt. Service. Delete. Delete. Delete async daha doğrusu. Delete async yox, delete. Delete. ID'ni götür. Return atılır. Yok. Bizim controller'ımız lazım. Ama ben buradan eləyəndə mənə error verəcək. Niyə error verəcək? Çünki mən repositorini keçən dəfə registrasiya elədim. Eyni şəkildə mən servisi də bir də mapper'da registrasiya eləməliyəm. Heç nə indi necə eləyəcəm onu da göstərim. Gəlirəm burada. Yenə bir dəqiqə bu qovluqla bağlaya eləyək. Çünki hər şey bir-birinə qarışır yoxsa. Bir dəqiqə bunu bağla, bunu bağla, bunu bağla, bunu bağla. Sonra nə bağlayayım? Bu entity'ni də bağlayayım, repository'yi də bağlayayım, bunu da bağlayayım, bunu da bağlayayım. Service registration'ımız. İndi gəlirəm burada BL-in içinə bir dənə bu nədir? Bu bizə lazım deyil. Bunu sileyim. Delete. Gəlirəm BL-in içində service registration yazıram. Bir dəqiqə indi gəlirəm bu şeyi saxlayım. Hə, heç nə. Deməli, gəlirəm burada. Class yaradıram. Classın adını qoyub service registration, service registration, service registration. Yenə əvvəl kimi public static class olduğuna görə static metodu yazıram içində. Gəlirəm buraya yazıram public static iService collection service iService collection bunun adını qoyaq add service. Yine eyni şəkildə this iService collection service. Gəlin burada bunun skopu açım. Yazıram ki bura service nöqtə add scoped sonra bizim servislərimiz hansılar idi? Birinci bunu eləyək. iCategory service eləyək. iCategory service sonra da category service. Onsuz da ancaq bu da hələ ki return service eləyək bir dənə burada. Return service belə eləyək. Aha bunu bildirdik. Hələ ki bunu istifadə edirik ancaq. Bundan sonraki nədir? Bundan sonraki automapper'ı bildirməkdir. Automapper'ı bildirmək üçün yenə eyni şəkildə bir dənə statik metod yaradıram. Statik metodun adı nə oldu? Yazıram public static iService collection adını qoyaq add automapper yenə this range back gəlib yazıram service nöqtə add automapper yazaq bura type of tipini götürün mən. Type of service registration'ın tipini götürürəm. Service registration. Bunun tipini götürüm. Return service edeyim. İndi gəlib bunların ikisini də proqram CS-də bildirməliyəm. Eyni həmənki yerdə. Keçən dəfə add repository yazmışdım. Gəlib bura yazıram. Builder.service add service adını nə yazmışdıq çox biz? Adını add service yazmadıq biz onu. Belə onu kopyaladım buradan. Gəlim bura. Buraya yapıştırım. Ortadan bağlayayım. Bunu alt enter eləyim. Using eləsin. Aha. Yenə builder service nöqtə bu bizə lazım deyil. Add auto mapper. Все. Mapper'ı da bildirdik, serviste bildirdik, ikisi də registrasiya elədik. Sonra indi bunu run eləyək. Görək işləyirmi? İşləyirmi deyəndə heç problem çıxmalı deyil. Ola bilər hansısa hardasa hansı şeyi yaddan çıxartmış ola bilərik.
ki o da problem çıxmadı. İndi sıra qırmızı açıldı. Baxın. Ha, bu bizə hələ heç lazım deyil. Bunu bağla. Aha, product bağladı. İndi kateqoriyanın baxın get metodu, post metodu, hook metodu, delete metodu. Bir dənəsi yaradaq. Basırıq buna try it out. Yazaq adını məsələn olsun aksesuar. Bir dəqiqə normal yazacağam. Aksesuar. Execute elə. Aha 505. Method not found. Hansı metod tapılmadı? Hansı metod tapılmadı? Nəysə səhv eləmişəm. Bu atım bir dənə ən yaxşı AI-ya axot yoxdur bu atımın. Kopyalayayım bunu. Girim buradan Gemini'yə. Daha görüm nə harda problem eləmişik. Bu internet niyə zəif deyil? Bildim. Hadi deməli buna diqqət etmək lazımdır. Mən elə bildim problem çıxmaz. Elə bil ki mənim bu extensionum 12.00 versiyasındadır, amma Automapper'ım 16.10 versiyasındadır. Buna görə problem çıxır. Bu 12.0 aparmaq lazımdır. Bunu o seçim opsiyonu. Ben buradan 12.0 olan seçirəm. Bu elə bil ki təzə deyəndə köhnə versiya keçirirəm. İndi işləməlidir. Bax bir dənə dəqiqə o idi problem. Nədir bu arada? Aha, yükləndi mi görəsən ha? Nə oldu? Bir dənə drone eləyək. Post eləyim. Bir dənə də string göndərək. İndi olmalıdır. Yenə olmadı. Nə gibi? Nəsə başqa şeydə problem var deyəsən. Ayda. Profillardaydı. Bu niyə protected yaranır? Mənə o çatmır. Bunlara diqqət edin. Mən biraz diqqətsizəm deyə bunlara fikir vermirəm. Protected idi deyə işlədə bilmirdi. İndi olmalıdır. String göndərək. Hə, vəsə. Yarandı. 200 olanda yaranır. İndi bunu get eləyək. STR-də gedib düşübsə, gəlməlidir. Get metodunda gəlməlidir. Gəldi. ID-si 1-dir. Name'də stringdir. Birini də yaradaq. Adını qoyaq. Olsun, məsələn, aksesuar. Aksesuar. Execute eləyək. Getdi. Bir dənə də get eləyək. Aha, aksesuar.
Всё. İndi bunu bir dənəsi də delete eləyək. Məsələn, delete eləyək. Mod işləyirmiş, işləməlidir böyük ehtimal. Gəlin bura ID-sini yazıram bir. Bir ID-li şeyi sil deyirəm. Silindi. Gəlib bu get metoduna bir dənə deyirəm execute elə. Silindi. Bir dənə də update eləyək. Bir dənə də update eləyək. Gəlin bura deyim ki, ID-m try out eləyim. ID-m olsun 2. Belə string-ə update eləyək bunu. Get eləyək indi bir dənə də. Всё, baxın dəyişdi avtomatik. Всё. Bütün hər şeyimiz işlədi. Bütün metodlarımız işlədi. İndi baxaq görüm bizdə başqa hansı entitlər var idi? Bizdə başqa hansı entitlər var idi? Deməli, kontakt var idi, product var idi, slide bir də bunlar. Kateqoriyanı bitirdik. İndi burada slide ilə product'a bugünkü dərs girişmək istəmirəm. Əslində çünki burada şəkil söhbət var. Mən istəyirəm ki, bu şəkil söhbəti gələn dərs öyrənək. Şəkil necə biz SQL-ə göndərəcəyik də. Dərsi burada sonlandıraq. Suallarınız var isə nəsə mənə sual verin, indi mən izah eləyim. Yolla. Sizdən nəsə sual var? Nail bəy. Hı? Nail bəy. Bəli, bəli, buradayam. Yox, xeyr. Çox sağ ol. Eşi, məncə aydındır hər şey. Deməli, nə etdik? Bugün nə öyrəndik? Gəldik, servisin necə işlədiyini öyrəndik. Mapper öyrəndik. Mapleməyi öyrəndik. Detailları yaratdıq və kontroller öyrəndik. Biz kateqorinin CRUD metodları yazdık bugün. Məncə şeydən, MVC-dən daha maraqlı. Onda rekordu söndürürəm sualınız yoxsa. Söndürün. Lütfen sağ ol.